Camaat qızını böyüdür, gəlib sən evində qulu. İndiyə qədər gəlin yox idi, özünə kim çay süzürdü? Mən həmişə demişəm, cəmiyyətdə, tək Azərbaycan dedi, bütün dünyada cəmiyyətlərdə 3 cins insan var. Qadınlar, qadın cildində xanımlar, kişilər, kişi cildində və mənəviyyatı ilə, hərəkətlərlə kişilik edənlər və qadın və kişi cinsindən olan arvadlar. Arvadlıq eləyən. Gəlir, oturur, arvad, gəl mənim... Bəxtiyar Vahabzadənin sözü var ha. Deyir, arvadına az deyən, küçə qadınına xanım deyir, arvadına qanmaz deyən, küçə qadınına canım deyir. Mən elələrinə qarşıyam həmişə. Hətta qadınlarla bağlı bir açıqlama da vermişsiniz ki, ümumiyyətlə, sizə ömürgün yoldaşı lazımdır, yoxsa qul lazımdır? Bəli, qulluq, bəli, bu günlərin qızları, bəli, gəldi, qaynana, qaynata, əli qolu, hər şey normaldır. Qadın, qızdır, gəlin, bacıdır, təzə ailə qurub, ana olmağa hazırlaşır, üzr istəyirəm, qarnı burnuna qədərdir. Dur çay süz, dur evi yığışdır. Yəni elə qaynana, qaynatanın da əleyhinəyim mən, bəli. Camaat qızını böyüdür, gəlib sən evində qulu. İndiyə qədər gəlin yox idi, özünə kim çay süzürdü? Biri var, yaşa dolsun, ağıldır, doğrudan da yaşı 65-dən, 70-dən yuxarıdır. Boynumuz qıldan incə. Mən məsələn, qaynanam mənim rəfiqəmdir. Yəni doğrudan da. O deyir, yox, ay qız, tək mənə yox, mənim qaynımın yoldaşı ilə də. Ağıllı qadındır və özünə qız övladları da qazanıb. Amma ağılsız qaynana tədricən sonra deyir, oğlum mənə belə eləyir, belə münasibət. Oğlumun uşaqları məni saymır, mənə hörmətsiz. Çünki vaxtında sən yaşatdığını yaşatmısan. Böyülük, ağsaqqallıq, ağbirçəlik bu doğrudan da yaşla deyil, bu başlandır. Elə böyülər var ki, yaşca da böyüdü, böyülük eləmirlər. Cəmaatın qızına göz verib işıq vermirlər, öz övladlarına göz verib işıq vermirlər. Elə kişilər, mən kişiyəm vəsam, qadın, qadına nədir, ət çəkən maşını, mətbəxdir, sərdən axşama gəlir, sənin işin gücün nədir, mən elələrinin qarşısındayım. İndi olur elə kişilər? Arvadlar. Bəli, evlənən arvadlar, bəli. Qadınına əziyyət verənlər, başqasının yanında qadınlarını aşağılayanlar, yoldaşını qapıdan içəridə hörmətsiz, ailəsində hörmətsizlik qazanıb, qapıdan ötərəfə, hər kəsə hörmətli olmağa can atanlara qarşıyam mən. Var. Var elə insanlar. Bizim sahədə də var. Bizim sahədə mən deyə bilmərəm. Mən yenə də deyirəm, şəxsi həyatlarına kiminsə, mən inanırım, Mirşingiz, nəsə baş verir bəzən kimisə şəxsi həyatında, mən ən son onu bilənlərdənəm. Bu əla bir cəhət. Çünki bu mənə maraqlı deyir. Kim kimlə getdi, harada oturdu, nahar elədi, kim kimlə nişanlanır, ailə qurur. Allah canlarını sağ eləsin. Hər kəsin şəxsi həyatı var. Mən kiməm kiminsə şəxsi həyatına müdaxilə eləyim? Sabahlarım o ümumi nəsə desəm, mən də indiyə qədər 26 il ərzində efirdə elə vaxt olub ki, sonra üzr istəməyə məcbur olduğum vaxtlar da olub. Olur, səhvsiz insan yoxdur. Jurnalist də səhvsiz olmur. Amma bütün o səhvlər üzərində insan çalışmalıdır və nəsə öyrənməlidir. Üzərində çalışan insanlardan çalışır, kanallardan danışsaq, yəni sırf səhvləri varsa onlardan qaldırırlar da, belə insanlardan çalışır. Sizə görə Azərbaycanda ən çox, yəni hansı kanallar səviyyəli, keyfiyyətli? Bilirsiniz, rəhbərdən də çox şey asılıdır. Və bu günləri mənə elə gəlir ki, mən doğrudan da bir jurnalist olaraq muradıma çatmışam. Bəzən hallar olur ki, mən bunu həmişə demişəm ki,